Təzyiqiniz tez-tez düşürmü? Bu nəyə görə belə olur? Bugün bu haqda danışmaq istəyirəm. Əgər təzyiqiniz tez-tez düşürsə, gün ərzində qəbul etdiyiniz maye miqdarını nəzarət edin. Həkimə qədər ilk edəcəyiniz bir şey suyun qəbulunu artırmaqdır. Əgər gün ərzində bədən çəkinizə uyğun olaraq hər kiloqramınıza 35 ml su qəbul edirsinizsə, bu problemi həll edə bilərsiniz. Suyu qəbulunu artırdınız, ancaq yenə də təzyiq düşməyə davam edirsə, bu zaman artıq hormonlar yoxlanılmalıdır. Endokrinoloqa yaxınlaşaraq hansı hormonal sistemdə problem olduğu araşdırılması lazımdır. Həkimə qədər eləyəcəyimiz daha başqa bir tədbirlər kofeinli içkilərin istifadəsi, bir qədər duzlu qidanın istifadəsi və normal suyun qəbulu buna kömək edə bilər. Ancaq müvəqqəti olaraq əlamətlərin sakitləşməsinə baxmayaraq yenə eyni hallarımız təkrar olunursa, onda dediyim qidaların dozasını aşmadan həkim endokrinoloqlara yaxınlaşıb mütləq kontroldan keçməyiniz lazımdır. Bəs sizin təzyiqiniz adətən neçə olur? Bunu şərhlər bölümündə qeyd etməyi unutmayın. Sonda videonun faydalı olması üçün bəyənməyi, paylaşmağı yadınızdan çıxartmayın. Sağ olun.